Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ete'murûnen-nâse bil-birri ve tensevne enfusekum ve entum tetlûnel kitâbe efelâ te'qilûn. Selamun aleykum. Hər vaxtınız xeyirli olsun. Bəhsimiz Məcmuəül Bəyan təfsiri əsasında Bəqərə surəsinin 44-cü ayəsidir. Allah Teala bu ayədə belə buyurur: Aya, siz insanları yaxşı işlərə dəvət edirsiniz, bir halda ki, özünüzü unudursunuz və entum tətlûnəl kitabə. Bir halda ki, siz kitabı tilavət edirsiniz, Tevratı oxuyursunuz. Əfəlâ təqilûn, aya, siz düşünmürsünüz. Bu ayənin zahiri mənasıdır. Ki Allah Teala burada o insanlar ki, başqalarını yaxşılığa dəvət edir, amma özlərini unudurlar, bir halda ki, elm əhlidirlər, kitab əhlidirlər, bunları məzəmmət edərək buyurur ki, əfəla təqilun, aya sizin əqliniz yoxdur, düşüncəniz yoxdur. Əgər başqalarını dəvət etdiyiniz şey yaxşıdırsa, nə üçün özünüz əmələ gətirmirsiniz? Nə üçün özünüz etmirsiniz? Hər halda bu ayənin mənasıdır, inşallah təfsirinə də işarə edərik. İlk öncə bu ayədə keçən bəzi lüğətləri nəzərinizə çatdırmaq istəyirəm. Birinci lüğət bir kəlməsidir. Ətəmrunən-nasə bil-bir. Aya insanları birrə, yaxşılığa dəvət edir. Bir, lüğətdə bu əl-birru fil-lüğəti vəl-ihsanu və-silatu nəzairu. Bir kəlməsidir, ihsan kəlməsidir, silə kəlməsidir. Bu üç dənə müxtəlif kəlmədir. Mənası demək olar ki, yaxşılıq etmək mənasındadır. Yuqalu fulanun barun vəsulun muhsinun. Bir nəfər ki, yaxşılıq edir, onun barəsində barun da deyərlər, yəni yaxşılıq edən. Vəsulun, yəni yetişir, bəzi başqalarına yetişir, yəni kömək edir. Muhsinun da həmin ihsan kəlməsindəndir, yaxşılıq edəndir. Amma lüğətdə ziddul birri əl-uquq. Yaxşılıq etməyin, yəni bir kəlməsinin antonimi ərəb lüğətində əl-uquq, aq valideyn ki deyirlər, o da o mənadadır. Aq valideyn, yəni ata-anaya yaxşılıq etməmək. Amma əl-birru bil-valideyn, yəni valideynə yaxşılıq etmək. Bir kəlməsinin lüğətdə antonimi əl-uquq, aq kəlməsidir. İkinci kəlmə nisyan kəlməsidir. Və nisyan və səhvəl-qəflə nəzairu. Nisyan yəni unutmaq, yaddan çıxartmaq mənasındadır. Ərəb lüğətində nisyan kəlməsi, səhv kəlməsi, qəflət kəlməsi bir-birinə bənzər kəlmələrdir. Ziddün nisyan əz-zikr. Biz zikr kəlməsində də demişdik, zikrin mənası xatırlamaq, onun ziddi antonimi nisyandır. Burada deyir ki, nisyanın ziddi antonimi zikirdir. Və həqiqətuhu, nisyanın həqiqətinə gəldikdə buyurur ki,ğurubu şey ənin nəfs bədə huzuruhi. Bir şey ki, mənim zehnimdə, nəfsimdə huzuru var idi, bilirdim, onu mən zehnimdən nə eləyirəm? Uzaqlaşdırıram. Bilərəkdən deyil, yəni unuduram. Bir şey ki, mənim zehnimdə var idi, o barədə məlumatım var idi, indi o məlumat mənim yadımda deyil. Buna deyirlər nisyan. Buyurur ki, vəqəd yəkunun nisyanu bəmənə tərk. Bəzən nisyan tərk mənasındadır. Yəni, unutmaq mənasında deyil. Bir şeyi əgər tərk eləyərsənsə, buraxarsansa, orada da nisyan kəlməsi işlədilər. Necə ki, Allah Teala Qur'an-ı Kərimin bir ayəsində buyurur ki, nəsullahə, onlar Allah Teala'nı unutdular, Allah'a üçün yad eləmədilər, xatırlamadılar. Allah Teala buyurur ki, fənəsiyyəhum. Allah Teala da onları unutdu. Allahın unutmağın mənası yoxdur. Fənəsiyyəhum, yəni Allah Teala da onları tərk elədi, onları öz başına buraxdı. Bəs nisyanın lüğətdə mənası unutmaq olsa da, amma bəzən tərk eləməklik, buraxmaqlıq, əhəmiyyət verməməklik mənasında da gəlmişdir. Bu ayədə keçən digər bir lüğət tilavət kəlməsidir. Ətə'mirunən-nasə bil-bir və tənsəvnə ənfusakum və entum tətlûnəl kitab. Tətlûnə tilavət kəlməsindən götürülüb, mənası həmin əl-qiraə. Qiraət də oxumaqdır, tilavət də oxumaqdır. Əlbəttə, tilavətlə qiraətin bir cüz'i fərqi vardır, ona da işarə edir. Bu ki, əsl tilavəti minəl ittiba. Tilavət kəlməsi əslində tabi olmaq mənasındadır. Çünki
insan oxuyanda bəzi hərflər ardıcıl olaraq əvvəlkilərə tabe olduğu üçün onlar ardıcıl insanın dilinə gəldiyi üçün bu baxımdan tilavət deyirlər. Özü də işarə edir. Bu ki, vəl fərqu beynət tilavət vəl qiraə. Tilavətlə qiraətin fərqi budur ki, ənnə əsləl qiraə cəm'ül huruf. Qiraətin əsli hərfləri bir yerə cəm eləməkdir. Və əslü tilavə. Tilavətin əsli isə ittibaul huruf, yəni hərflərin ardıcıl olaraq bir-birinə tabi olmasıdır. Bunun bəzən bu lüğətdədir ya, yəni mən lüğəti məna elədim. Amma bəziləri buyururlar ki, tilavətdə incə bir nöqtə də vardır. Əsli tilavət həqiqətdə bir şeyi başqasının kənarında qoymaqdır. Nə üçün oxumağa tilavət deyirlər? Çünki hərflər bir-birinin kənarında olur, insan onu oxuyur. Bəziləri incə bir nöqtəyə deyiblər, məxsusən Qur'anı tilavət eləmək barəsində buyururlar ki, Qur'anı tilavət eləməkli əgər oxumağın kənarında düşünmək də olsa, burada tilavət deyirlər. Amma sırf əgər oxumaq olarsa, əslən mənasına diqqət olunmazsa, burada qiraət istifadə olunur. Bu da tilavət kəlməsinin mənası. Digər bir kəlmə əql kəlməsidir. Əfəla təqilun. Əql kəlməsi bu ki, vəl əqlu, vəl fəhmu, vəl mərifətu, vəl lubbu nəzairu. Əql kəlməsi, fəhim kəlməsi, mərifət kəlməsi, lub kəlməsi ki, lubbun da cəmi əlbab deyirlər. Yəni əlbab o şəxslər ki, ağıl sahibləridirlər. Demək olar ki, bu 4 dənə kəlmə əql, fəhim, mərifə, lub, bu 4 dənə müxtəlif kəlmədə olsa, yaxın mənalardır, bir-birinə bənzər mənalardır. Rəculun aqil, aqil kişi deyəndə mənası bu ki, fəhimun, ləbibun, zu mərifətin. Əgər bir nəfər haqqında biz deyək ki, ağıllı kişidir, yəni fəhimdir, düşüncəlidir. Ləbibun, ağlı vardır, zu mərifətin, yəni mərifət sahibidir. Bu baxımdan deyirlər ki, ziddul əql əl-humuq. Əqlin ziddi, antonimi lüğətdə humuqdur. Əhmək kəlməsi də ondan deyilir ki, üzr istəyirəm, bizdə o axmaq kəlməsi, yəni ağılın müqabili axmaq istifadə olunur. Axmaq, yəni ağılı olmayan, mərifəti olmayan. Əlbəttə, bəziləri buyururlar ki, əqlin ziddi cəhildir. Adətən biz elə bilirik ki, elmin müqabili cəhildir. Elmlidir, cahildir, yəni elmi yoxdur. Amma bəziləri buyururlar ki, kitabı Əl-Eyn lüğət kitabıdır, məşhur lüğət kitablarından, qədim kitablardandır. Orada gəlib ki, əqlin ziddi həqiqətdə humuq deyil, bəlkə cəhildir. Bu baxımdan da biz Usul-u Kafi kitabına müraciət edəndə orada bir bab vardı, bir fəsil vardı. O fəslin adı Əl-Əqlu vəl-Cəhil. Orada da əqli cəhilin müqabilində. Cəhil bilməmək deyil, cəhil bəlkə nadanlıqdır. Yəni hətta bilsə də elmindən istifadə etməmək. Bu da əqlin mənası. Bəzən buyururlar ki, vəl-əqlu məcmuu ulumun li-əzliha yəmtəni'ul həy min kəsirin minəl müqəbbəhat. Əql lüğətdə bəzən iqal kəlməsindən deyirlər, götürülür. İqalın mənası həqiqətdə mani olmaqdır. Bu baxımdan buyurur ki, əql bir sıra elmlər toplusudur ki, o elmlərin sayəsində diri olan bir şəxs qəbih işləri həyata keçirtmir. Bu da bir məna. Və yəf'əlu kəsirən minəl vacibət. Vacibəti də əmələ gətirir. Və innəmə summiyyətilkəl ulum əqlən. Bu elmlərə nə üçün əql deyiblər? O elmlər ki, insan əgər o elmlərə sahib olarsa, İstər-istəməz o qəbih işlərdən uzaq olar, yaxşı işlər əmələ gətirilər. Belə elmlərə əql deyilib, li'ənnaha təqlu ənil qəbih. Çünki mani olur. Bəs əql, iqal kəlməsindən bir mənası da həqiqətdə ibarətdir. Mən qadağa eləməkdən. Sonra bir nöqtəyə də işarə edir. Bu ki, vəla yusəfül qədimu təalə bi ənəhu aqilun. Allah Taala'nın çoxlu sifətləri var. Alim, qadir. Amma Allah barəsində deyirlər ki, aqil sifəti gəlməyib. Allaha deyəsən ki, Allahın sifətlərindən biri aqildir. Niyə? Buyurur ki, lənnəhu la yəquluhu şeyun ənfilil qəbih. Çünki heç bir şey Allah üçün mani ola bilməz ki, qəbih işi eləməkdən. Yəni Allah Taala düzdür, qəbih iş görməz. Allah Taala inşallah Kəlam elmində oxumusunuz, məlumatınız vardır ki, Allah Taalanın həyata keçirdiyi bütün işlərin hamısının hikməti var, hamısı da gözəl işdir. Əlləzi əhsənə kullə şeyin xələqə. Bütün yaratdığı şeylərin hamısı gözəldir. Amma Allah Taala'ya aqil deyilmir.
deyəsən ki, Allah Taala aqildir, yəni qəbri işi eləmir. Bu mənada Allah Taalaya aqil deyə bilmərik. İnnəmə la yaxtaru li ilmihi biqub. Allah Taala düzdür, pis işləri görmür. Niyə? Çünki o pis işlərin pis olmağını bilir və bi ennehu ganiyyun anhu. Adətən pis işləri həyata keçirdən ya onun pis olmağını bilmirlər, ya da bilsələr də ona ehtiyacları var. Bir halda ki, Allah Taala alimdir, pis işin pis olmağını bilir, Allah Taala qənidir, yəni heç bir şey ehtiyacı yoxdur. Bu ayədə keçən təqribən 3-4 dənə lüğət idi ki, onların mənasını siz əzizlərin nəzərinə çatdırdıq. Amma bu ayənin mənası. Bu ayənin mənasında buyurur ki, Əminülislam Təbərsi buyurur ki, əl-mə'na hazihil ayə xitabun li uləma'il yəhud. Bu ayə Yəhud alimlərinə xitab edir ki, Yəhud alimləri cəmaata əmr edirlər ki, o ətrafında olanlara əgər müsəlman olubsunuzsa qohum-əqrabalarından siz o müsəlman dində qalın, amma özləri müsəlman olmurdular. Niyə? Və bunun izahı nədən ibarətdir? İnşallah gələn bəhsimizdə.